Değerli həmvətənlər, bugün 8 noyabr 2025-ci il Qarabağın işğaldan azad olunmasının 5-ci il dönümüdür. Bugün zəfər günüdür. Bu böyük qələbə münasibəti ilə, zəfər günü münasibəti ilə bütün Azərbaycan xalqın, bütün Türk dünyasının ürəkdən təbrik edirəm. Allah bu günü bizə yaşatdıqları üçün bütün şəhidlərimizə rəhmət eləsin, bütün qazilərimizə can sağlığı versin. Arzum budur ki, Qarabağ erməni işğalından azad olunduğu kimi, acgöz, harın məmurların da işğalından azad olunsun. Qarabağlı günlərimiz mübarək olsun. Uca Rəbbim rəhm elədi millətə, son qoyuldu 30 illik həsrətə. Həsrət çəkən qocalar da sağ yetə, bu sevincdən kaş pay ala hər ürək, Qarabağlı günlərimiz mübarək. Yad əllərdə əsir qaldı Qarabağ, bizi yaman dərdə saldı Qarabağ. Çox şükür ki, azad oldu Qarabağ. Gerçək oldu şirin xəyal, saf dilək, Qarabağlı günlərimiz mübarək. Nail oldu buna necə ordumuz, qandan keçdi gündüz, gecə ordumuz. Səbəb oldu bu sevincə ordumuz, ordumuza alqış deyək biz gərək, Qarabağlı günlərimiz mübarək. Şəfa bilək torpağında bitəni, buraxmayaq hər bir yoldan ötəni, abad edək bu müqəddəs vətəni, şad yaşayaq, xoşbəxt ömür gün sürək, Qarabağlı günlərimiz mübarək. Qarabağlı günlərimiz mübarək.